Lotka yoxdur burada, lotka. Məclisə gedmək istəyirik. Oraya gedirik, yol bağlıdır. Kənddə yaşayıram. Kəndə gedmək istəyirik. Saat 10-dan gedə bilmirəm. Kəndə qalmışıq burada. Yol da bu gündədir. Bərbaq gündədir. Uvazlar batıb qalıb burada. Kamazlar da çıxartıb vazir. Konkret kəndə getmək mümkün deyil. Yol pis gündədir. Körpü batdı, uçub yoxsa? Yox, körpü məncə uçmuyub. Deyəsən su çox gəlir. Körpünü bağlayıb su keçmir. Hər də su basıb. Yəni yolda ilişib qalmışıq. Yəni xeyli sayda maşın var. Sağda, solda qalmışıq burada. Sərnişin avtobuslar da var. Yəni Kamaz markalı maşın da var. Yəni hətta ilişib qalıb, gedə bilmir. Xarab olub burada qalıb. Keçə bilmirik yolu. Yəni bilmirik neyniyək. Bir yol var, yəni başqa yol yoxdur. Zəng də vurduq, yəni yoxdur, başqa yol yoxdur. Bir dənə yolu var. Bilmirik neyniyək, qaydaq, gedək, neyniyək, qalmışıq burada. Gəziyə möhkəm yağış yağdı, çiyəli yağırdı. Səhərə az qalıb möhkəm səs gəldi. Çıxdı yuvarı gördük. Ağac aşıb kabellərdə qırıb. Elektrik dirəkləri aşırıb. Nə vaxt düzəldəcəklər var. Biz də qalmışıq işıqsız. Necə olacaq bilmirik. Fəsadların aradan qaldırılması, soyudurucu qurğuların nəzarətdə saxlanılması və elektrik təchizatının bərpası istiqamətində rayonda işlərə başlanılıb. Artıq Şamaxının əksər hissəsində elektrik enerjisinin verilişi bərpa olunub.